Salam uşaqlar, seriyamıza davam edirik. Bugünkü araşdıracağımız mövzu Toolsum olacaq. Populyar texniki intervyu sualıdır. Yəqin ki, alqoritmlərlə məşğul olanlar, texniki intervyu alqoritmlərlə məşğul olanlar bu misalla rastlaşıblar. Çox da qəliz misal deyil, amma bəzi komponentlərə dəyməyə, araşdırmağa dəyər. Bugün araşdıracağımız mövzu birinci növ solution verəcəyi brute force. Sonra time və space kompleksini analiz edəcəyik. Sonra isə məsələn data strukturları biraz daha yaxşı dərinə analiz edəcəyik ki, hansı data strukturu bir seçsək daha yaxşı olar. Başlanğıcda brute force üçün xüsusi data strukturaya ehtiyac yoxdur, amma daha ən optimal yolu əldə etmək üçün xüsusi data strukturaya ehtiyac var və qeyd edeyim ki, bu misalımızda ən yaxşı skor yığıb bizdə LeetCode-da, hansı ki etap-etap onu göstərəcəm. LeetCode-da bu dördüncü misalımız idi. Növbəti gələn misal longest common prefixdir. Bu misal barədə də bir şey deyərəm ki, ümumiyyətlə burada hash map-i heç bir data structure istifadə eləmədən əlləmişəm və ən yaxşı skor yığıb və ən optimal yoludur. Və mən deyəndə ki, ən optimal yoludur, təkcə ona görə demirəm ki, bu statistik olaraq LeetCode-da yaxşı nəticə yığıb, mən riyazi olaraq isbat edirəm ki, bu mümkün olan ən yaxşı həllidir. Hələ ki, bu olan həllərin içində ola bilər ki, siz daha yaxşı həllini tapdınız. Onu edərkən xahiş edirəm, kommentlərdə diskussiya eləyək, bölüşək, maraqlı olar. Toolsum misalı nədir? Əslində bu misal nə barədədir? Burada şərtə baxsaq, LeetCode-u bağlayım. Deyir, array verilib, tam ədədlər arrayı verilib və bir də target deyilən bir şey verilib. Biz indekslər qaytarmalıyıq verilən siyahıda, hansılar ki, onların toplumu verilən ədəd edir. Məsələn, bizdə siyahı var 2, 7, 11, 15. Target isə 9-dur. Output 0, 1. Nəyə görə? 0-cı elementdə 2-dir, 1-ci elementdə isə 7-dir. Və 2 üstə gəlsin 7 hələ 9 eləyir. Və burada da bunun izahı verilir. Məsələn, 3, 2, 4 verilib, target 6-dır. Məsələn, 2 ilə 4-ü toplayanda 6 edir. Ona görə də bunu qaytarırıq. Və yaxud da ki, belə 3 və 3 verilib bizə. 3 bir dənə olsa artıq problemdir. Çünki siyahıda bir dənə 3 var, onu toplayıb 6 ala bilmirik. 2 dənə 3 varsa toplayıb 6 verə bilirik. Ona görə də birinci üçün indeksini çıxardırıq, bir də ikinci üçün indeksini çıxardırıq. Gəlin brute force həllinə başlayaq artıq. Brute force həlli nədir? Yəni, ilk mən baxanda nəyə fikirləşirəm? Məsələn, 9 verilməyib, 9-dan çıxıram 2, alınır 7. Deməli, mən bu siyahıda 7-ni axtarmalıyam. Və yaxud da ki, burada 6 verilib, 6-dan indiki rəqəmi çıxıram 3. Deməli, növbəti 3-ü axtarmalıyam. Əgər o 3-ü tapsam, deməli, olan toplumu 6 edir və mən o bəsliyini axtarışa ehtiyacım yoxdur. Burada da həmçinin, yəni 6 çıxılsın 3, yerdə qalır 3, deməli 3-ü axtarmalıyam. Və onu da tapdımsa, növbəti ədədlərdə, deməli, bizdə onu indekslərdən qaytarmalıdır. Əks halda burada nə yazılıb? Əks halda sadəcə boş bir şey qaytarmalıyıq, səhv eləmirəmsə. Hintlərə ehtiyacımız yoxdur. Bizdə daha yaxşı həllər var bunun üçün. Submission'da bir 30 milyon submission var. Acceptance rate 55.3. Kifayət qədər çox işlənilib bu misalın üstündə. Gəlin başlayaq. Deməli, burada vektor qaytarılmalıdır. Integer nəyə görə 2 dənə indeksdən ibarət olan target qaytarılmalıdır. Target verilir və siyahı vektorumuz verilir. Constant vektor int nums. Okey. Belə bir şey dərdim. Siyahı verilibsə 2, -1, 4, 9, 8 və tutaq ki, target number'da bizdə t olsun 10. 10'u çıxıram 2-dən, məsələn, 10 nədir? Bizdə 2 dənə ədəd olmalıdır ki, A və B, hansı ki toplayanda 10 eləsin.
Və indiki A-nı seçirəm 2-dir və 10 bərabərdir 2 üstə gəlsin B. B də buradan bərabərdir 10 çıxılsın 2, bu da bərabərdir 8. O deməkdir ki, mən növbəti sıralarda 8-i axtarmalıyam. Tutaq ki, bu 8 deyil, bu da 9-dur. Tapmadım. Gəlirəm mənfi 1-ə. 10 üstə gəlsin mənfi 1 9-dur. Deməli, mənfi 1 üstə gəlsin neçə? Yəni, B neçə olmalıdır ki, bizdə 10 eləsin. Bu tərəfə keçirəndə 11 olmalıdır və 11-i də tapa bilmirik burada. Sonra növbəti rəqəmi keçirəm. 4 deyilmi? 4-dürsə 10 çıxılsın 4 6 edir. Deməli, buralarda 6 olmalıdır, amma 6-nı tapmadım. Sonra gəlir 9. 9 ilə yoxlayırıq. 9 çıxılsın 10, 1 eləyir. 1-i axtarmalıyıq, amma burada bir dənə də 9 gəlir, tapa bilmədik. Deməli, bu target number üçün bu siyahıda hələ bir 2 dənə də tapa bilmədik ki, toplayanda 10 eləsin. Və fikir verdirsə prosedur nətər getdi? Birinci 2 ilə bu siyahını yoxlayıram, sonra 1 ilə bu siyahını yoxlayıram, sonra 4-dürsə bu siyahını yoxlayıram, sonra 9-dur. Bu siyahını yoxlayıram və axırıncı ədədi də yoxlamağa ehtiyac yoxdur, çünki bunun dostu B-si tapılan deyil. Çünki ondan qabaq hamısını yoxlamışıq. Yəni, size çıxılsın birəcən, listəcən getməyimiz bəsdir. Gəlin edək. Deməli, return birinci bunu qoyardım. Əgər heç nə tapmayıbsa. Sonra nə edərdim? Sonra bir dənə iterasiya yazardım. İterasiya yazmamışdan qabaq da əgər 2 dənə əgər tapdıqsa indeksləri qaytarırıq, tapmadıqsa heç nə qaytarmırıq. Əgər cycle zamanı heç nə tapılmadısa gəlib kodun bu tərəfi işləyəcək, o da ki bizə boş indeks konteynerini qaytaracaq. Bu bizə aydındır. Amma tapıldısa bir dənə konteyner qaytarmalıyıq ki 2 dənə indeks var. Ona görə də mən bir dənə vektor, çünki bu vektor gözləyir. Array eləsəm səhv olacaq böyük ehtimal. Ona görə də vektor integer olacaq. Indices, indekslər və heç nə, elə belə eləsəm yaxşıdır. Tapsam ikisinə də pushback eləyəcəm. Yəni insert, digər dillərdə daha çox insert metodu olur onun üçün. Okey, gəlin davam edək. Int I bizdə 0-dan başlayır. I gedir bizə haracan axırıncı elementi yoxlamağımıza ehtiyac yoxdur. Yox, əslində var. Burada 2 dənə iterasiya olacaq. Biri bunlarla gələcək, biri isə növbətilərini yoxlayacaq. O da gələcək bura. Deməli nums size -1 plus I. İkinci, məsələn, 2-ni seçdim, indi bunları yoxlamalıyam. -1-i seçdim, bunları yoxlamalıyam. Bu da başlayır nədən? I plus 1-dən. J'nin ikinci iterasiyamız I plus 1-dən başlayır və gedir tam axıracan. Gəlin edək. For int J I plus 1-dən başlayır. J less than equal nums. Biraz mikrofona görə yaxşı görmürəm. Klaviaturanı özü design. Plus J. Belə edərdim və sadəcə siyahət edib baxım görək I-la J necə gedir. J endline və burada da siyahət endline edərdim. Gəlin baxaq. Niyə belə geçiran oldu? 0, okey. Mən run elədim, yoxsa submit elədim. Baxaq.
num size. Da nəsə xoşuma gəlmədi. Çünki case 1, case 2 və bunları da mən sıfıran edirəm də submit eləmirəm. Niyə belə elədi? Num size bizdə nə qədərdir ki görəsən? Target nə qədər verilib ki bu qədər hesablama aparsın? Onu başa düşmədim. Gəlin bir də reload eləyək. Okay, run. Std out num size. Burada deyəsən num size'da problem var. Yəni cout eləyək num size. Num size nə qədər verir ki bizə? Endline. Okay, std out 4. Burada 4 tane element var. Burada 3 tane element var. Burada da 2 tane element var. Bunu başa düşdüm. For int I sıfırdan başlayır. I gedir num size çıxılsın biləcəm plus I. J isə I plus 1-dən başlayır. Burada mən J yerinə I yazmışam. Ona görə belə kombinasiyada lazımından daha çox iterasiya gedir. Xırda bir şey, amma məntiqlə belə tapa bilərik. Səhv məndə idi. Sıfırlarla 1, 2, 3, 1 ilə 2, 3, 2 ilə 3. Həqiqətən də elədir. 0 ilə 1, 2, 3, 2 ilə 3, 2, 3 və 2 ilə də 3 və belə müqayisə olunmalıdır. Tam qaydasındadır. İndi nə edirik? Mən bura nə yazıram? Mən birinci belə bir şey edirəm. Hal-hazırda 2-ni seçdik. Yəni bunları qaytaraq. Lazım deyil upgrade. Okey, belə də qalsın. Mən 2-ni seçdim. Ay 2-ni seçdi. Targetdən çıxıram 2-ni. Bu deyiləsin difference'miz. Bu da tutaq ki bərabərdir. 10 çıxılsın 2 8 eləyir. Biz indi məsələn tutaq ki burada 8-dir. İkinci iterasiyanı gedib 8-i axtarmalıyıq. Bu qədər sadə. Deməli int diff bərabərdir. Target, verilən targetimiz çıxılsın. İndiki element nums I belə. Bu okey, diff də deyə bilərik. Bu sonradan yazmaya da bilərik. Nəysə yoxlayaq. Əgər biz görsək ki J-ci iterasiyada biz gəlib onu tapdıq və onu da tapmağını necə biləcəyik? Diff-ə bərabərdirsə. Əgər nums J bərabərdirsə bizim diff-mizə, biz neyək? Biz i-ci indeksi və J olan indeksi indisesə əlavə edib return eləməli. Proseduru burada dayandırmaq bəsdir. Yeni axtarışlara ehtiyac yoxdur. Deməli, indices bu sayını hələ belə yaradım bunu. 2 dənə 0. Amma baş verməsə nə olacaq? Onsuz da boş bir şey qaytaracaq. Məncə case'lərdən keçəcək. Indices 0-cı elementinə mənimsədirəm I. Indices 2-ci elementinə mənimsədirəm J. Və return indices. Gəlin baxaq. Keçdi. Submit edək.
Okey, 19 nə? Çox da optimal solution deyil bu. Bu birazdan kompleksində sizə izah eləyəcəm. Yəni normaldır statistik olaraq çox da böyük faiz göstərməsin. Yaddaş çox göstərə bilər çünki burada elə də yaddaşdan istifadə etməmişik. Okey, yəni bu hər dəfə rewrite eləməyə deyənə defin yerinə birbaşa bu fərqini yaza bilərəm. Təzədən yoxlayaq. Bəlkə biraz çox yoxdur. Test case'lərdə bəxtimiz gətirməyib. Təzədən yoxlayaq. 12. Neysə, buna görə olmadı. İndi hər dəfə fərqli testlər gəlir. Ona görə biraz statistik olaraq kompleksli səhv hesablanılır. Amma ümumidə solution budur. Yavaş-yavaş keçək bunu riyazi cəhətdən analiz eləyək ki, kompleksisi nədir? Yəni də arithmetic progression gəlir ortaya. Arithmetic progression belə iterasiyalarda bizə çox kömək olur bunu hesablamağa. Gəlin başlayaq. Deməli, kompleksini analiz eləməyə çatanda bayaqki solutionumuzun 2 dənə formla olan. Burada koda da ehtiyac da yoxdur, koda baxmağa. Bizdə ümumi nə idi? Bizdə tutaq ki, gəlin belə eləyək. A, B, C, D, Y rəqəmlər bizi çaşdırmasın. F, G tutaq ki. Biz müqayisədə nə tərk edirdik? Başlayırdıq buradan bu qədər iterasiya. Burada məsələn tutaq ki, ümumi uzunluq n-dir bizdə, düzdürmü? Və mən o n-lə ölçməyə çox da xoşlamıram. O axırda ümumi bir kateqorizasiyadır ki, o n-i neçə eləyir də. Mən daha çox riyazi cəhətdən tam dəqiq ölçmək istəyirəm ki, tam xəbərdar olum ki, mənim alqoritm konkret hansı konstantayacan və hansı formulayacan ümumi mürəkkəbliyi var. Yəni daha peşəkar analiz belə olur. Sonradan oradan o n-i çıxardıram. Düzdür, bəzi hallarda ümumi baxmaq texniki intervyuda kömək edir, amma daha dərinə getmək üçün, daha nöqtəsinəcən düzgün ölçmək üçün belə analiz eləməyimiz dəfələrcə yaxşıdır. N-dir. Bizdə n dənə element var. Bizim halda 7 dənə də element. Okey, 7 dənəsi buradan başlayır, 7 çıxılsın birəcən gedir. Yəni deməli, burada neçə dənə operasiya olur? 6 dənə. Sonra ikinci кейsdə artıq biz buradayıq. Bu ilə bunları müqayisə edirik. Burada artıq üstə gəlsin 5 dənə də əlavə iterasiya olur. Sonra C-də isə 4 dənə olur. Üstə gəlsin 4, üstə gəlsin 3, üstə gəlsin məsələn 4 burada olur. Yəni 3 burada olur, 2 burada olur, 1 də burada olur. 2, 1. Belə getdimi? Ümumidə yuvarlaşdıranda bizdə n tutaq ki 7-dirsə, ümumi operasiyalar 1, üstə gəlsin 2, üstə gəlsin 3, 4, 5, 6 yacan gedir. Düzdürmü? Yəni n çıxılsın birəcən. Və bunu da yuvarlaşdırıb sadəcə n kimi də baxa bilərik. Tutaq ki n bizdə 7 verilibsə, hələ 1-dən 7-yəcən də toplayırıq. Bu da yəni n verilibsə 1 üstə gəlsin 2 üstə gəlsin n-əcən iterasiyamız olur. Düzdürmü? Və bu da əksinə yazsam belə n çıxılsın 1 üstə gəlsin axırda da 1-əcən gedir. Yəni əksinə yazıram da. Bunları da toplayanda bizdə tutaq ki 2s alınır. S samdır. N-əcən toplayırıq və bunları da bir-birinə toplasaq hamısını yuxarıdan aşağı n plus 1 üstə gəlsin n plus 1. Biri bir çoxalır yuxarıda, biri də bir artır. Ona görə də bunlar nə qədər toplasaq da fərqi yoxdur. N çıxılsın üstə gəlsin 1 və neçə dəfə toplamış oluruq? N dəfə. Deməli bizdə S buradan elə çıxır ki n vurulsun n üstə gəlsin 1 bölünsün 2. Hətta nə edə bilərik? Əgər yuvarlaşdırmadan eləmək istəyirsə, burada 7 verilibsə 6-yacan, 1-dən 6-yacan toplanacaq. Onda n əvəzi biz nə yaza bilərik? N çıxılsın 1, vurulsun n çıxılsın 1, üstə gəlsin 1, bölünsün 2. Bu da nəyə bərabərdir? Bu da bərabərdir n çıxılsın 1, burada da n qalır, yəni vurulsun n. Yəni yuvarlaşdıranda belə alınır, yuvarlaşdırmayanda belə alınır.
Burada çıxılsın n1-dir, burada üstə gəlsin n1. Yəni çox da fərqlənmir. Plus minus konstanta fərq eləyir. Və bu mötərizəni də açanda bunların hər ikisinin də ümumi də bizdə nə alınır? N kvadrat çıxılsın n və yaxud da ki birisi n kvadrat üstə gəlsin n bölünsün 2. Okey, tam formulanı aldım. Deməli bunu artıq o n ilə daha yaxşı kateqorizasiya edə bilərəm. Bu da eləyir o n bərabərdir buradan n kvadrat. Ümumi kompleksi kateqoriyası bunun n kvadrat polinomialdır. N kvadrat da bizdə kvadratik olaraq çoxalır. Parabola. Belə, bunu analiz elədik. Amma bundan daha yaxşı solution var. Mən keçərdim. Bu yazdığıma bunu təzədən sıfırdan yazan deyiləm. Çünki bizdə əsas yanaşması maraqlıdır. Nəyə görə belə bir şey yazmışam? Əsas strukturun başa düşməyidir. Burada ümumi bizdə yanaşma nə ola bilər? Gəlin baxaq. Burada iterasiyaları yazmışam. Tutaq ki, bizdə birinci belə nümunə verilib. Target 6-dır və siyahı da budur. 3, 2, 3. Mən nə edirəm? Yaddaşım boşdur, məp hələ ki boşdur. 6 çıxılsın 3 neçə eləyir? 3. 3 varmı bizdə? Yox. Ona görə 3-ü daxil eləyirəm məpimizə. İkinci iterasiyada nə edirəm? Məp artıq 3, 0-dır. Nəyə görə məp? Buna sonradan gələrəm, onu izahlayacağım. Əsas məntiqi başa düşək. 6 çıxılsın 2, 4. 4 varmı bizim məpdə? Xeyr. 2-ni daxil edirik bura. Çünki 4 bilmirik siyahımızda var yoxsa yox. Amma 2-ni müqayisə elədik deyənə 2-ni bu siyahıdan götürürük və 2-ni də daxil edirəm bura. Sonra 3-cü iterasiyada bizdə məp belədir. Və mən 6-dan 3 çıxıram və 3 bu siyahımızda var. Yəni birinci iterasiyada tapdığımızdır. Ona görə də print index of 3 and current index if found. Əgər bunu tapdıqsa, yəni bizim məpdə varsa bu, biz nə edirik? İndiki 3-ün indeksin götürürük və tapılan 3-ün indeksini götürürük. O da hansı ki 0-dır. Və onları da print edirik. 2 dənə indeks print etməliyik. A ilə B-nin indeksin. Okey, deyə bilərsiniz ki, niyə set, hash set seçməmişəm, hash map seçmişəm? Bu birinci sual. Nəyə görə? Çünki mən təkcə rəqəmi tapmağım bəs deyil, mən rəqəmə aid olan indeksi də saxlamalıyam. Çünki burada şərtdə deyirik ki, əgər rəqəmi tapdıqsa, məsələn 9 üçün biz 7 və 2 tapırıq, düzdürmü? O 7 ilə 2-nin indekslərini çıxartmalıyam mən. Nəinki bu rəqəmlərin özü vacibdir mənə? Müqayisə edəcəm ki, toplayanda 9 edir yoxsa yox. Həm də ki, olan indekslər də vacibdir mənə. Ona görə də mənim maraqlıdır ki, mən təkcə rəqəmin özünü saxlamaqdan əlavə indeksini də saxlayayım. Okey, deyə növbəti sual gələ bilər indi. Növbəti sual nə ola bilər? Rəqəmi tapdıq, indeksini də saxlamalıyıq ki, sonradan həmən o rəqəmsə indekslərini də götürək. Bu aydın məsələ. Yaxşı, bəs niyə indeksi açar eləyib rəqəmin özün dəyər eləmirik? Bu istəyirəm biraz fikirləşəs. Yəni, optimallıqda nə problem yaradar bizə? Problem oraya yaradacaq ki, mən indeksləri hər dəfə yoxlamalıyam, sonra indekslərin adından rəqəmi götürüb yoxlamalıyam ki, A ilə B toplayanda bizdə target rəqəm edir, yoxsa yox. Heç də optimal deyil. Amma mən, məsələn, tutaq ki, baxın, tam ayrı bir şey görsədəm. Target bizdə tutaq ki, 8-dir. Və bizdə siyahıda belə bir şey verilib. 4, 3, 6, 5. Düzdürmü? Burada 3 ilə 5-dir bizim axtardığımız rəqəm. 2 ilə 6 yox, o da alınır. Ona görə bunu 7 eləyirəm. Belə misal verirəm. Mən gəlirəm 4-ə.
Mən 2-dən gəldim 4-ə, 2 üçün tapmadım, 4 də o deyil. Yəni 4 ilə 2 varsa siyahımızda 6 eləyəcək, o 8 deyil. Hələ baxdıqca biz tapırıq da, nəyi toplayanda 8 eləyəcək. Mən belə saxlayıram. 2-ni əlavə edirəm məpə, 0-cı indeksdir. Sonra 4-ü əlavə edirəm məpə, hansı ki 1-ci indeksdir. Sonra 3-ü əlavə edirəm, yoxladıqca bu 2-ci indeksdir. Sonra 7-ni əlavə edirəm. Bu da 3-cü indeksdir. Və sonra qaldı bizdə nə? Bunları belə yapışdırın bir-birinə, daha yaxşı görünsün. Sonra da 5-ci indeks. Bu da 5, bu da 4-cü indeksimiz eləyir. Bizim həşməpimiz belə olacaq. Və axıra gələndə nə olur? Axıra gələndə mən burada 5 çıxılsın, 8 çıxılsın 5 eləyirəm. Və o da eləyir 3, düzdürmü? Və 3 eləyirsə, mən 5-dəyəmsə artıq 5-ci indeksim var mənim, düzdürmü? Yəni onu həşmətdə saxlamağa ehtiyacım yoxdur. 5-ci indeks, 5-in indeksi onsuz da 4-dür. Bunu bura yazmağa ehtiyac yoxdur, axırıncısını daxil etməyə. Mən sadəcə baxmalıyım 3 varmı bu siyahıda? Əgər 3 varsa, deməli bayaqları rast gəlib. Bayaqlar rast gəlibsə, deməli siyahımızda var ki, rast gəlib. Əgər rast gəlibsə və 3 o rəqəmsi orada varsa, mənə artıq növbəti etapda 3-ün indeksi lazımdır. O da hansı ki 2-dir. Açar söz 3-dür. Dəyəri isə indeksimizdir. Ona görə mən buradan götürüb 2 və indiki 5 elementinin indeksini götürürəm 4 və qaytarıram belə bir vektor. Bu da olacaq bizim həllimiz. Yəni yanaşma cəhətdən bu olacaq bizim həllimiz. Və kifayət qədər yaxşıdır. Nəyə görə? Biz cəmi bir dəfə siyahının üstündən keçməklə, bir də məpi düzgün istifadə eləməklə biz lazım olan A ilə B-ni tapırıq. Kifayət qədər optimaldır. Cəmi bir iterasiya tapa bilirik bunu. Sonra növbəti nüansı nə deyərdim? Bizdə təkrar ədədlər ola bilər. Məsələn, tutaq ki, məsələn, 3, 2, 3, düzdürmü? Bunların həşməpini qursaq, mən deyirəm ki, 3-ü daxil elədim 0-cı indeksindən, 2-ni daxil elədim 1 indeksindən, 3-ü daxil elədim artıq 2-ci indeksindən. Belə bir şey olmalıdır, amma məpdə həşməpdə bir xüsusiyyət var. Biz eyni açar sözlərindən 2 dənə fərqli element ala bilmərik. Məsələn, key map'də də key value, daha doğrusu value. Burada da qeyd eləmişəm. Unordered map. Və bu bizə lazım ola bilər ki, biz dublikat açar söz saxlayaq. Çünki bəlkə bu 3-lə bu 3-dür bizdə işimiz. Və o halda bizə artıq unordered map yox, unordered multimap kömək eləyəcək. Unordered multimap nədir? Hash mapdir, duplikatlara icazə verilir. Yəni, eyni bildiyiniz hash mapdir, amma duplikat açar sözlər, unikal olmasa açar sözlər saxlamaq olar. Ümumidə bizdə hansılar var? Yəni, ümumi xəritə quraq. Map, multimap, set, multiset. Yəni, map bildiyiniz açar söz və dəyər, multimap odur ki, açar söz və dəyər və açarlar təkrarlana bilər. Set odur ki, ancaq dəyər ola bilər, açarı olmur, yəni assosiativliyi yoxdur, key value saxlamır. Və multiset odur ki, təkrar elementlər ola bilər, 13, 13, 13 da ola bilər. Unordered map və bunların unordered versiyası var. Bunlarla, bu kateqoriyana ABCD ilə EFGH-ın fərqi ondadır ki, bunlar mapdir, multimapdir, setdir, multisetdir. Bunları elementlərə əlavə edəndə onları düzgün siyahılandırıb əlavə edir, sort edib əlavə edir. Bizim halda bu lazımdırmı? Bizim olan ardıcılığı lazımdırmı? Xeyr. Bizə lazımdır ki, biz istədiyimiz bu elementi siyahımızda var, yoxsa yox. Varsa hansı indeksindəndir, onu da qaytar.
Bizə sadəcə bu lazımdır. Ona görə də onları sort eləməyə ehtiyac yoxdur. Deyə bilərsiniz ki, okey də bu sort varsa bunun tərkibində elə bununla istifadə eləyək. Yox, istifadə eləməyək. Çünki bunların sort eləməsi binary tree qurur və arxada back prosesdə bunlar üçün binar ağac qurulur və binar ağac nəyə görə qurulur? Çünki düzgün əlavə elədikcə düzgün sort eləməyə və sort eləməyə də əlavə time kompleksiti və space kompleksiti tələb eləyir. Yəni sizə görə optimal görsənə bilər, amma reallıqda backgroundda biz hash map'imizi yığanda burada gördüyümüz və yaxud da ki burada gördüyümüz bunların arxasında elə binary tree də qurulur. Bizə də hansı ki heç bir halda ona ehtiyac yoxdur. Bu misalda bizə sadəcə elementin olub olmamağa ehtiyacımız, bilməyimizə ehtiyacımız var. Və bunun üçün də binary tree quruldu. Əlavə login prosesdir, ortalama. Yəni ümumi desəm, məsələn tutaq ki, map istifadə eləsəm, sadəcə map. Biz əlavə elədiyimiz elementləri sort eləyir, binary tree build edir, o da login vaxtımızı alır, düzdürmü? Və üstəlik siyahının da üstündən bir dəfə keçməliyik, siyahımızın üstündən. O da n operasiya. N operasiya eləyirsə və üstə də login operasiya buradan map'imizə nəsə əlavə eləmək, götürmək. Bunlar hamısı login ortalama operasiya eləyir. N login olunur bizdə. Kompleksdir. Ancaq biz map yox, unordered map istifadə eləsək, belə deyim, umap belə yazım. Hansı ki sadəcə hash map'imizi qurur, siyah sort eləmədən. Və ona görə də burada login operasiya getmir. Sadəcə əlavə edir, constant time əlavə edir, constant time-ı da götürür. Bu qədər sadə. Onda bizdə ümumi iterasiyanın sayı hələ n eləyəcək. Space kompleks də bizdə maksimum map'in uzunluğu eləyəcək. Map'in uzunluğu da nə ola bilər? Bizdə n-dən element varsa, yuvarlaşdırıb desən n-dən elementi map'də saxlaya bilərik. Yəni bizdə time kompleksdir verilən n-ə görə olacaq n operasiya, space kompleksdir verilən n-ə görə olacaq n. Yəni n-də nə yaddaş segmentindən istifadə oluna bilər. Amma yəni də kifayət qədər optimaldır. Və ən pis halda deyirəm, çünki biz adətən siyahını tam bitirməmiş də lazım elementi tapıb prosesi dayandıra bilərik. Yəni həm yaddaş cəhətdən, həm yaddaş cəhətdən less or equal, kiçik və yaxud balaca bizim ümumi resurs istifadəmiz, resurs R yazın buna. Yəni bizim R-mız space, time belə yazım. Space funksiya verilən n-ə görə və time funksiya verilən n-ə görə R-mız kiçikdir və yaxud bərabərdir. Ən pis halda bərabərdir. Belə. Bunu başa düşdük. Qaldı indi. Bizə təkrar açar sözləri saxlamağa ehtiyac var, yoxsa yox? Yəni bizə məlum oldu ki, unordered map lazımdır bizə. Okey, ikinci sual, unordered multi-map lazımdır bizə, yəni təkrar keylərini saxlasın, yoxsa yox. Yoxsa ki, ona da ehtiyac yoxdur. Gəlin baxaq. Gəlin belə bir müqayisə edək. Tutaq ki, bizdə 2-dən 3 var. Burada da yazım -4. Onsuz nəyəsə, -4-ü buradakı siyahıda nəyəsə toplayıb 6 ala bilmirik. Və gəlirik bu 3-ü tapırıq, hələ ki bunlar əlavə olunmayıb. Yoxdur ki siyahımızda 3, onda əlavə edirik axtarışı. Sonra 2 çıxılsın 6, 4 eləyir. 4 var mı burada? Yox. Ona görə də 2-ni hər ehtimala qarşı əlavə edirəm. Birinci indeksdən. Sonra nə olur? 3 gəlir. 6 çıxılsın 3. Bu 3-ü burada saxlamağa ehtiyac varmı? Əsas sual budur. Yəni, təkrar element gəldi. Təkrar açar sözlə bunu burada saxlamağa ehtiyac varmı? Məncə ehtiyac yoxdur. Əgər biz B-ni həqiqətən də lazım B-ni tapdıqsa onun üçün, məsələn, bu 3-ə çatanda biz gördük ki, 6 çıxılsın 3, yəni eləyir 3, yəni B, bizim B-miz.
O B-də bizim indiki siyahıda var yoxsa yox? Var imiş. Bayaqları 3 rastımıza gəlib və burada prosesi dayandırmaq bəsdir. Sadəcə 3-ün bu indeksini götürürəm və indiki 3-ün indeksini götürürəm. Hansı ki hal-hazırda buradayıqsa bunu yadda saxlamağa ehtiyac yoxdur. Elə birbaşa o indeksdəyik, o da ki ikinci indeksdir. Bunu qaytarıram. Yəni əgər dublikat varsa və o dublikat olan element toplanıb 6 eləyəcəksə B-ni tapmaq üçün ikinci dəfə qabaqlarda 3 olsa belə, nə qədər 3 olsa belə, buralarca gedib çatmağa ehtiyacımız olan deyil. Əgər 3-lər bizim işimizi həll edirsə, elə buradakı 3-ə çatanda işimiz həll olunacaq. Və yaxud da ki, burada 3 yoxdursa, burada 3 varsa bizdə, burada tutaq ki, 100 mindən element var, fərq etməz. Burada 3 varsa, gəlib bura çatanda bu 3 üçün bu 3 tapılacaq. Çünki bu artıq bizim həşmət və bir dəfə əlavə olunacaq. Yəni, heç bir halda 3 dəfə 3 əlavə olunmayacaq və yaxud 6 3 dəfə əlavə olunmayacaq əgər toplananda bizə target number verirsə. Yəni, sən demə, burada unordered map bəs imiş, unordered multimap də bəs deyil. Və bu söhbəti nəyə görə edirəm? Çünki mən internetdə gördüyüm solutionlar, hətta YouTube-da gördüyüm solutionlarda multimap deyir ehtiyac var. Burada təkrarlanan keyword ola bilər. Yox, heç bir keyword-ə əlavə təkrarlanan keyword-ə ehtiyac yoxdur. Əgər biz biraz daha ağıllı yoxlanılış edə biliriksə. Hələ unordered map tam bizim işimizə yarayır. Okey, dedik, keçək buna. Həllini görsədim. Həllimiz nədir? Unordered map ki, açar söz bizdə integer olacaq. Index də bizdə integerdir. Ona görə int eləmişəm. Sin görünüb yoxsa yox. Nə edirəm? Sadəcə array'nin üstündən gedirəm. B-mi tapıram. Difference. İndiki targetdən çıxıram. İndiki elementi. Və nə edirəm? Əgər B, yəni div varsa siyahımızda, mən nə edirəm? Həmən sin divi götürürəm, indiki indeksi qaytarıram və həmən o B-nin indeksini qaytarıram. Əgər hələ deyilsə, biz mapimizə burada görsətdim. İndi onun tam izahını aşağıdakı prosedurda görsədəcəm. Count, yəni əgər varsa, count 0 olan deyil, 0-dan böyük olacaq. Ona görə onun integer olmağına baxmayaraq if alternativi bizə boolean true qaytaracaq. Əgər hələ deyilsə, hash mapimizə, yəni unordered mapimizə onu əlavə edirəm. O elementi və o elementə məxsus olan dəyəri, hansı ki bizim halda indeksdir. Bu qədər sadə bir kod alındı bizdə. Və bu kod bizdə necə işləyir? Gəlin görsədim. İdeal nümunə hər şeyi izah edə bilir. Gəlin baxaq. Target 6-dır, 6-nı tapmalıyıq və bizdə belə siyahı verilib. Və burada görək ki 3 və 3 var. Düzdürmü? Bu 3-ü bu 3-ə toplayanda 6 eləyir. Başqa nə var bizdə? 6, 7 alınmır, 7, 3 alınmır. Bizdə 4 və 2 var. Düzdürmü? 4, 2 də toplayanda 6 eləyir. Amma bizə bir dənə pair tapmaq bəsdir. Hansını test tapsa onu da qaytarıb dayanırıq. Deməli, map başlanğıcda bizdə boşdur. 6 çıxılsın 2. Düzdürmü? 2 deyil. Edir 4. 4 siyahıda varmı? Yox. Ona görə mapə 2-ni əlavə edirəm. 2 və 0-cı indeksinə. Map artıq budur. 6 çıxılsın 7. Düzdürmü? Edir -1. -1 siyahımızda varmı? Yox. Və mapə 7-ni əlavə edirəm, hansı ki birinci indeksdədir. Üçüncü prosedurda nə edirəm? Map artıq bizdə belədir. 6-dan çıxıram 15, edir -9. Mapimizdə varmı? Xeyr. 15-ə əlavə edirəm bura, hansı ki ikinci indeksdədir. Artıq bizdə map belədir. Sonra 6 çıxılsın 3. 6 çıxılsın 3. 3 siyahımızda varmı? Yox. Bu 3-ü, yəni bu 3 almağına baxmayın. Bu 3-ü məxsus olan indeksinə mapə əlavə edirəm. Sonra map.
bizdə belədir. 6 çıxılsın 5 1 eləyirmi? Bir siyahımızda varmı? Yox. Əgər siyahımızda olsaydı, o deməkdir ki, bayaqları siyahımızda, yəni mapdə olsaydı, burada hardasa 1 olub və onu tapıb qaytarmağımız bəsdir. Çünki toplumda onsuz da 6 eləyir. Baxaq. Yoxdur və mapə də 1-i əlavə elədim. Bir də bizdə 4-cü indeksdə idi. Baxaq. 1-i niyə? 1-i əlavə eləməliydim, daha doğrusu 5-i əlavə eləməliydim. Çünki siyahıdan götürəni əlavə eləməliyik. Çıxanda fərqini tapan alınan rəqəm biz bilmirik, siyahımızda var yoxsa yox, onu əlavə eləməyə ehtiyac yoxdur. Və okey, 5 4-dür, 0 1 2 3 4. Map bizdə artıq belədir. Gəlib çatıram 4-ə. 6 çıxılsın 4 2 eləyir və 2 də siyahımızda varmı? Var. Fikir verdiniz? 2 siyah və heç 4-ü əlavə eləməyə də ehtiyac yoxdur burada mapə. Bunu səhv yazmışam. Çünki burada tapanda əlavə heç bir prosedur eləmirik. Sadəcə indiki elementin indeksinə vaxtı ikən rast gəlmiş elementin indeksin print elə ikili konteynerə qoyub print eləməliyik. Başqa heç nə lazım deyil. O halda da bizdə nə olur? Deməli, indiki rəqəmin indeksi ikinci olmalıdır bizdə. 4. 4-ün də indeksi nədir? Hal-hazırda burada yazsa indeksi avtomatik A ilə bilinir. Yəni, buradakı A ilə bilinir. O da eləyir 5 səhv eləmirəmsə, bəli, 5-ci indeks. Və tapılan 2-nin də indeksi nə idi? 0. Hansı ki, birinci iterasiyada artıq əlavə eləmişdik. O da 0. Yəni, qaytarılır bizə 0-dan 5. O da bu qaytarılan nədir? Sin. İndiki diff bizdə burada 2 idi. 2-nin valuesunu qaytarırıq. Düzdürmü? Sin diff yazanda onun, yəni 4-ün özünü qaytarmır. Yəni 2-nin özünü qaytarmır. 2-yə məxsus olan indeksi qaytarır. Hansı ki, bizə lazımdır. Və indiki indeks. Və return eləməklə prosesi dayandırırıq. Funksiyamız işini bitirir. Metodumuz daha doğrusu. Yəni, run eləyib baxaq. Submit eləyək. $72.93. Bir də submit eləyək. Sizdə 100% yığır. Bir neçə dəfə run eləyirəm. 100%. Belə. Və riyazi olaraq da göstərdim. Niyə ən optimal yollardan biridir. Və ən pis halda niyə space bizdə yəni yaddaş segmenti verilən n-ə görə n segment ola bilər. Time isə ən pis halda ola bilər. Çünki axıracan ən azı gedib yoxlamalıdır, əgər heç nə tapmadısa. Bayaqki ilə müqayisədə brute force və indiki həlimizlə. Brute force BF yazımda. BF-də bizdə necə idi? Time complexity verilən n-ə görə n kvadrat üstə gəlsin, n bölünsün 2 idi. Space complexity verilən n-ə görə bizdə 1 idi. Çünki orada xüsusi konteyner yaddaşdan istifadə eləmirdi. Bir deyəndə constant deyim də buna. K adlandırım. Hər hansı rəqəm 10 olsun, 15 olsun. N-ə görə dəyişmir. İndiki həlimizdə buna hashmap deyim. Time complexity verilən n-ə görə kiçikdir, bərabərdir n olacaq. Və space complexity verilən n-ə görə kiçikdir, bərabərdir n olacaq ən pis halda. Konstant yox buradakı kimi n. Düzdür, burada biraz yaddaşdan uduzuruq, hansı ki onu statistik olaraq gördük, 21% verdi. Amma əsas odur ki, time cəhətdən uduruq və kifayət qədər çox uduruq. N kvadrat üstə gəlsin, n bölünsün 2 hara, n hara. Və buna bir Desmos'da grafik representation versəm, necə görünər? Gəlin baxaq. TC adı qoyum, okey, time complex, yaxşı o qoyum. Big O, belə. Verilən n-ə görə. Birincisi n kvadrat üstə gəlsin n.
bölünsün 2 belə gedir. Və burada qeyd edeyim ki, n böyükdür, bərabərdir 0-dan belə, yəni daha doğrusu belə yazmalıyım. 0-dan böyükdür, bərabərdir. Əslində bura limiti necə qoymalıydım, səhv eləmirəmsə. N böyükdür, bərabərdir 0. Hə, belə. Şərt budur. İkinci kompleksitimiz nə idi? N. Fərq belədir. Və bunda da n onsuz da 0-dan böyükdür. Mənfi element sayı ola bilməz bizdə. Və 10 dənə fikir verin. N 10 olanda bizdə 10 dənə ən pis halda hesablama olur. Amma n 10 olanda bizdə biraz böyütsəm hara gedib çıxır? 55 dənə hesablama olacaq. 10, birincidə 10 hesablama verir bizdə, ikinci kompleksdən 10 artıq 55 dənə hesablama verir. Çünki onu kvadrata qaldırıb üstünə 10 gəlsə 2-yə bölsək 55 verir təxmini. Və getdikcə də fərq böyüyür. Məsələn, tutaq ki 100-də. 100-də əlbəttə ki bu xəttidir. N dənə element varsa maksimum n dənə operasiya olacaq. Amma görün, baxın görə 100 dənəsi nə qədər. Yəni 100-ün kvadratı üstə gəlsin, 100 bölünsün 2 kifayət qədər böyük rəqəm alınır bizdə artıq.